İslamda tolerantlıq varmı? Elhamdülillah. Yəni, baxır bu sözlə biz nə demək istəyirik? Əfsuslar olsun ki, bir çox insanlar fikirləşir ki, yəni İslamda qeyri-müsəlmana qarşı pis münasibət olmalıdır, onlara zülm eləmək olar, mallarını götürmək olar və hətta öldürmək olar. Canları, malları da halaldır və s. Belə yanaşmalar var ki, cəmiyyətdə qeyri-müsəlmana heç bir ehtiram yoxdur və s. Yox, bu səhvdir. Əgər bu nəzərə tutulursa, əlbəttə ki, var. Yəni, müsəlman qeyri-müsəlmanın haqqını qorumalıdır. Qeyri-müsəlmanın haqqını qorumalıdır. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləm baxın, deyir ki, kim qeyri-müsəlmanın zimmini, yəni zimmi nədir? Qeyri-müsəlman, məsələn, xristian və yəhudi, müsəlman cəmiyyətində yaşayan. O, əslində müsəlmanların himayəsinin altındadır. Müsəlman dövləti onları qorumalıdır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, onları kimsə öldürsə, deyir, cənnətin iyini hiss eləməz. Nəinki cənnətə düşməz. Cənnətin iyini, halbuki cənnətin iyi 70 il məsafədən hiss olunur. Bu belə. İkincisi, həmçinin ona görə qeyd ediblər alimlər ki, hətta adi müamilədə, ticarətdə, alqı-satqıda və s. deyirlər ki, müsəlman və qeyri-müsəlmanın haqqı eynidir. Məsələn, biz hədislər oxuyuruq, görürük ki, müsəlman müsəlmana zülm eləməz, aldatmaz, qiymətini artırmaz və s. zülm etməklə və s. hədislər var. Alimlər deyir ki, bura zimmilər də aiddir. Yəni, o qeyri-müsəlmanlar ki, yaşayırlar, onlara da aiddir. Və Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, "La yanhakumullahu anillezine lem yuqatilukum fid-din və lem yukhrijukum min diyarikum an tabarruhum və tuqsitu ilayhim." Allah subhanahu wa ta'ala sizə qadağan etməyib. O kəslər ki, o qeyri-müsəlmanlar ki, o kafirlər ki, sizinlə vuruşmur və sizi vətənlərinizdən, evlərinizdən qovmurlar, onlarla yaxşı davranmaq və adil olmaq. Sonra Allah subhanahu wa ta'ala deyir ki, "İnna Allah yuhibbul muqsitin." Allah subhanahu wa ta'ala adil olanları sevir. Hətta biz tarixə də baxsaq, görərik ki, başqa dinlərdən fərqli olaraq, məsələn, müsəlmanlar gəlib bir ölkəyə, bir torpağı fəth edəndə, orada qeyri-müsəlmanları öldürmürdülər. Və hətta məcbur da eləmirdilər İslam'a gəlməyə. La ikraha fid-din. Allah subhanahu wa ta'ala buyurur ki, insanlara məcbur etmək olmaz dinə gəlmək. Başqa dinlərdən fərqli olaraq. Baxın, Şimali Amerikaya, Cənubi Amerikaya, orada nə baş verib? Necə orada xristiyan ediblər o əhalini? Hamısını öldürə-öldürə, qıra-qıra. Ona görə yerli din sahibləri qalmayıblar. Düzdür? Və həmçinin ondan qabaq İspaniyada orada məcbur edilər. Ya deyirlər, qovacaq sizi, ya öldürəcək, ya da ki, xristiyanlığı qəbul edəcəksiniz. Bu tarixdir, elhamdülillah. Amma baxın, hətta qədim xristiyanlara, yəni bəzi ərəb ölkələrdə, məsələn, Suriyədə, Yardaniyada, Misirdə, orada xristiyanlar İslamdan qabaq var idilər. Məsələn, o Misirdə xristiyanlar koptar deyirlər, o qədimi xristiyanlardır. Onlar indiyəcən də var. Misirin təxminən 10%, bəzilərdə 20% yaxın həmin o xristiyanlardılar. Hansı ki, ərəblərdir. Amma xristiyanlardır. Ona görə tarix də onu sübut edir. Nəyə görə? Çünki Peyğəmbər sallallahu əleyhi və səlləmin bu hədisləri, bu ayələr onu göstərir ki, deməli, hətta qeyri-müsəlman da olsa, onu zülm eləmək olmaz, onu məcbur eləmək olmaz, hətta dinə gəlmək. Ona görə bu mənada, bəli, tolerantlıq var İslamda. Var. Lakin demək ki, bütün dinlər eynidir, İslam dini və xristiyan dini Allah üçün eynidir. Bu nəzərdə tutulursa, əlbəttə ki, bu səhvdir. Allah subhanahu wa ta'ala deyir ki, "İnne dine indellahil İslam." Allahın yanında haqq din yalnız İslamdır. "Və men yebtəği qeyri-İslami dinen fela yuqbal min." Allah subhanahu wa ta'ala başqa ayədə deyir ki, İslamdan başqa bir din seçilərsə, xüsusən deməli söhbət gedir Muhammed sallallahu aleyhi və səlləm gələndən sonra kim seçərsə başqa bir din, Allah onu qəbul eləməz. Ona görə bu baxmaq lazımdır nə məna tutulur. Lakin ümumən müsəlman qeyri-müsəlmanlara zülm etməz, qadağandır və onu gözəl şəkildə İslamı dəvət edir və məcbur da eləməz dinə. Bu mənadırsa, bəli, düz mənadır. Allah da yaxşı bilir.